Hamıdan gözəl mənəm, lakin heç danışmıram. Gözəl bəstələrimizdən biri ilə videoya başlamağım təbii ki, heç təsadüfi deyil. Azərbaycanda tək olan o mütəxəssislərdənəm ki, bəzən bu uşaqdan heç nə olmaz deyilən uşaqlarla, serebral iflicili, Down sindromlu, autizm sindromlu uşaqlarla, şagirdlərimlə dəfələrlə efirlərə, daha doğrusu canlı efirlərə çıxmışam. Və canlı efirdə olan aparıcılar xüsusən belə təəccüb içərisində qalıblar ki, Ayşən xanım, necə bu uşaqlar bu qədər aparatura, səs, küy, yeni məkan, necə olur ki, bu belə adaptasiya ola bilirlər, özlərini ifadə edə bilirlər, belə ümumiləşdirsə özlərini itirmirlər. Nə nitq anlamında, nə ümumi sosial adaptasiya anlamında. Orada deyirəm ki, çünki burada təbii ki, Ayşən Nəcəhova fərqi yatır. Nədir bu fərq? Defektolog loqoped olaraq uşağı sadəcə danışdırmaq olmayıb məqsədim, heç vaxt. İstəmişəm onun içindəki potensial səsi ortaya çıxardım.